Deməli, bugünkü dərsimiz modal feillərdir. Modal feillər nə deməkdir? Modal feillər əsasən istifadə olunur harda? Feillərin əvvəlində, əsas feillərin əvvəlində və bunu belə düstur kimi təqdim edə bilərik. Modal verbs, yəni modal feillər plus verbs. Verbs əsasən ifadə olunur xəbəri göstərmək üçün. Xəbər cümlədə ikinci yerdə gəlir. Gəlin tam cümlə düsturunu yazın. Birinci cümlədə gəlir mübtəda. Sonra plus modal feil. Yəni təbii ki, gələ bilər. Sırf vacib deyil ki, cümlədə modal feil işlənsin. Yəni əgər sən cümlədə modal feil işlədirsənsə, sən bu cümlə düsturuna diqqət etməlisən. Daha sonra gələ bilər cümlədə. Baxın, gələ bilər, gəlməyə də bilər. Tamamlıq, daha sonra gələ bilər. Zərflik, həmçinin tamamlığın əvvəlində təyin də ola bilər. Təyin də sifət və zərflə ifadə olunur. Birincisi, nədən başlayırıq? Modal feillərimiz müəyyən kateqoriyalara bölünür. Yəni, hərəkətin məqsədini ifadə etmək üçün deyə bilərik əslində. Məsələn, birinci başlayaq hansı modal feildən? Birinci başlayaq can modal feilindən. Can modal feili bacarmaq, bilmək deməkdir. Yəni, bir hərəkəti bacarır mənasını verir, bir hərəkəti edə bilir mənasını verir. Bunun keçmiş zamanı isə olur could. Could isə keçmiş zamanda bacardı olur. Deməli, can nə oldu? Bacarmaq. Keçmiş zamanı nə oldu? Bacardı. Hər ikisindən sonra gələn feil adi formada olmalıdır. Baxın, burada nə yazmışam? Verbs, feil yazmışam. Gəlin, mən ora əsas forma yazardım gərək, siz görərdiniz. Gəlin, bura əsas feil yazım. Main verb. Yəni, feili olduğu kimi, mütləq olduğu kimi yazmaq lazımdır. Heç bir şəkildə artırmaq olmaz. Gəlin, buna nümunə yazaq. İndiki zamanda eyni feillərdən sadəcə istifadə edeyim ki, siz başa düşə biləsiniz. İndiki zamanda məsələn yazıram I can. Can-dən deməli I mübtəda, can modal feil, baxın düstura. Mübtəda modal feil, indi əsas feil yazmalıyam, yəni feili olduğu kimi. Məsələn yazıram I can swim. Mən üzə bilirəm. Deməli üzmək feilini gördünüz, mən olduğu kimi yazdım. Yəni heç bir şəkildə artırmaq olmaz. Bəzən swims ya da ed falan artırırlar. Bu yanlışdır. Çünki olduğu kimi yazmalıyıq. I can swim. Mən üzə bilirəm. Mən üzməyi bacarıram. Keçmiş zamanda yazsam ki, mən üzməyə bacarırdım. Necə yazaram? I could swim. Yenə bura could keçmiş zamanda olmasına baxmayaraq swim feilini olduğu kimi yazmalıyıq. Bəs can feili bacarmaq bilmək deməkdir. Bu indiki və keçmiş zamanda işlənə bilər. Bəs mən gələcək zamanda necə deyə bilərəm ki, mən üzməyi bacaracam? Bu zaman artıq biz can-dən istifadə etmirik. Can-in sinonimi olan əslində ikinci deməzdik, elə can-in sinonimi olduğuna görə bunun ardından yaza bilərik. To be able to. To be able to. To be able to da nə deməkdir? Bərabərdir bacarmaq. Və can could bacarmaq deməkdir. To be able to bacarmaq deməkdir. Bunlar hər ikisi bir-birinə bərabərdir. Sadəcə bir fərq ondadır ki, to be able to şəxslərə görə və zamana, hər üç zamana görə dəyişə bilir. Yəni, gələcək zamanda, məsələn, bunu eləməyi bacaracam demək istəyirsənsə, to be able to-dan istifadə edə bilərsən. Məsələn, indi necə eləməliyik? To be-ni zamanı və şəxsə görə açmalısınız. To be-nin indiki zaman formaları hansılardır? Am, is, are. Keçmiş zaman formaları hansılardır? Was, were. Gələcək zaman forması hansıdır? Will be. Bu to be-nin formalarıdır. İndi sən bunu açmalısan şəxsə, zamana görə. Məsələn, am, is, are-dan necə işlədə bilərik? Tutaq ki, I can swim. Mən necə to be able to ilə deyim? I şəxsimi yazdım. I ilə indiki zamanın am forması uzlaşır. Yazdım I am. Able to olduğu kimi qalır. I am able to. Mən bacarıram. Nə etməyi bacarıram? Üzməyi. I am able to swim.
Mən üzməyi bacarıram. Sonra, məsələn, sən üzməyi bacarırsan. You are able to swim. Burada şəxsim you olduğuna görə mən to be-nin are formasından istifadə etdim. Ya da məsələn, bura she yazsam, she qadın cinsində o deməkdir, üçüncü şəxsin təkindədir və bundan tək xəbər qoymalıyam, yəni is yazmalıyam. She is able to swim. O üzməyi bacarır. Bu indiki zamandadır. Bunu mən əvəz edə bilərəm. Məsələn, I am able to swim nə deməkdir? I can swim. You are able to swim nə deməkdir? You can swim. She is able to swim nə deməkdir? She can swim. Sonra was were nəyə bərabərdir? Could-a bərabərdir. Məsələn, yazıram ki, I was able to swim. Bu nəyə bərabərdir? I could swim. Çünki was able to onsuz da could deməkdir. Keçmiş zamanda bacardım deməkdir. Ya da məsələn yazıram sən bacardın. Necə deyərəm? You were able to swim. Sən üzməyi bacarırsan ya da ki you could swim. Sən üzməyi bacarırsan were could-la əvəz edə bilərik. Növbəti will be. Gələcək zamanda necə deməliyik? I will be, indi able to-sunu da yazırıq. I will be able to. Mən bacaracağam. Nəyi bacaracağam? Swim, üzməyi. I will be able to swim. Mən üzməyi bacaracağam. Ya da o demək istəyirsənsə yenə nə yazırsan? She will be able to swim. O üzməyi bacaracaq. Gələcəkdə hər hansı bir hərəkəti edə biləcəyimizi, bacara biləcəyimizi göstərmək üçün will be able to-dan istifadə edirik. Mütləq able to-nun to-sunu yazmaq lazımdır testlərdə və esse yazanda buna diqqət eləyin. Yəni, əgər essedə tutaq ki, bilmək, bacarmaq feilindən çox istifadə etmək istəyirsinizsə, hər yerdə can-dən istifadə eləməyin. Bir dəfə can yazanda, bir dəfə də able to yazın. Bu oldu bacarmaq feili. Daha sonra, bura qədər kimsə nəsə sualı var? Xeyr. Sonra, bunu bildik ki, can and able to bir-birinə bərabərdir və hər birindən sonra feili olduğu kimi yazmalıyıq. Növbəti modal feilimiz olur must. Must bərabərdir malı, məli şəkilçisinə və bir hərəkətin edilməli olduğunun vacib olduğunu göstərir. Yəni, bir hərəkət mütləq olunmalıdır. Məsələn, deyirəm ki, I must və must indiki zamandadır. Mütləq yadınızda saxlayın. Must keçmiş zamana ya da gələcək zamana görə dəyişmir. Yazıram ki, məsələn, I must study hard. Mən çox oxumalıyam. I must study hard. Bu onu göstərir ki, mən mütləq oxumalıyam. Mənim oxumağım vacibdir. Sonra, bəs mən bunu keçmiş zamanda necə deyərəm ki, mən oxumalı idim, mən çox oxumalı idim və ya mən çox oxumalı olacam. Bunu keçmiş və gələcək zamanda demək üçün biz must-ın sinonimi olan have to və have to modal feilindən istifadə etməliyik. Have to bərabərdir. Əslində must-a bərabərdir qrammatik baxımdan. Biraz məna baxımından fərq var. O nədir? Have to ilə işlədirsənsə əgər feilini must qədər vacib deyil. Yəni ola da bilər, olmaya da bilər. Amma yenə də vacib olduğunu vurğulayırsan. Must-la yazanda isə artıq bu vacibdir, yəni qaçınılmazdır. Bu hərəkət mütləq olmalıdır ya da olmamalıdır. Yəni have to must-dan biraz daha yumşaq formasıdır və have to zamanı və şəxsə görə dəyişir. Must isə bütün şəxslərlə uzlaşır və indiki zamandadır. Gəlin baxaq have to-ya. Have feilin öz formasıdır. Have feili indiki zamandadır və bu şəxslərlə uzlaşır. I, you, we, they. Bu şəxslərdən sonra biz have to yazırıq. Daha sonra isə feilimizi olduğu kimi yazmalıyıq. Məsələn, bir dənə nümunə yazıram. I have to nə yaza bilərik?
Məsələn, I have to work. Mən işləməliyəm, məsələn. Ya da you have to work. Sən işləməlisən. We have to work. Biz işləməliyik. Ya da they have to work. Onlar işləməlidirlər. Sonra keçirik üçüncü şəxsin təkinə. He, she və it. He, she, it və ya tək isimlə ifadə olunarsa mübtədamız, biz bu zaman buradakı have varı, bu have-in sonuna s artırmalıyıq. Bu zaman have feili olur has, yəni has to. Has to feili yenə have to-dan yaranmış feildir. Sadəcə biz bilirik ki, indiki sadə zamanda, ümumiyyətlə digər indiki zamanlarda da biz nə etməliyik? Üçüncü şəxsin təkidirsə mübtədamız feilin sonuna s artırmalıyam. Və mən də bura gətirib have yaza bilmərəm, çünki mənim mübtədam təkdədir, he-dir. Mən have-i nə etməliyəm? Sonuna s artırıb has eləməliyəm. Has to yazdım, yenə özündən sonra feili olduğu kimi yazmalıyam. Gəlin bir nümunə yazaq. Elə həmin nümunəni yazıram. Məsələn, she has to work. She has to work. Deməli, biz test işləyərkən nə etməliyik? Fikir verməliyik mübtəda xəbər uzlaşmasına. Əgər mübtədan təkdədirsə, xəbərin də təkdə olmalıdır. Cəmdədirsə, cəmdə olmalıdır. Sonra, bəs necə deyərik ki, mən işləməli idim. Keçmiş zamandadır. Bu zaman have keçmiş zamana görə dəyişir. Have olur had. Yəni have qaydasız feildir. Keçmiş zaman forması haddir. Nə etməliyik? Yazırıq had to plus feil və bütün şəxslərdən uzlaşırda bilirsiniz, keçmiş zamanın şəxsə görə dəyişməsi yoxdur. Sadəcə indiki zamanda da o şəxsə görə dəyişmək söhbət. Məsələn, yazıram ki, I had to work in my childhood yazıram, ağlıma bir gəldi. I had to work in my childhood. Mən uşaqlığımda çox işləməli idim. Yəni, çox işləməli olurdum. Bu mənaya gəlir. Gələcək zamanda necə deyim ki, mən 25 yaşımda çox işləməli olacam. Bu zaman have to-nun qarşısına gələcək zaman şəkilçisi olan will artırmaq lazımdır. Onda nə olur? Will have to. Will have to-dan sonra yenə feili olduğu kimi yazmalıyıq və olacaq mənasını verir. Məsələn, I will have to work. Məsələn, in 3 days. Bilirsiniz də, in 3 days gələcək zamanın zaman zərfidir. I will have to work in 3 days. Mən 3 günə, yəni 3 gün sonra çox işləməli olacam. Məsələn, sizə uyğun bir cümlə yazım, gəlin bura. You will have to study in 2 months. Siz 2 aya çox oxumalı olacaqsınız. Yəni 2 ay sonra daha çox oxumalı olacaqsınız. Study more yazım gəlin. Çünki məktəb açılması baxımından düşündüm. Ona görə belə bir cümlə yazdım. Yəni 2 aydan sonra daha çox oxumalı olacaqsınız. Bu mənaya gəldi və gələcək zamanda işlətmiş oldum. Sonra nəyə keçirik biz? Biz bu cümlələrin inkarını necə yazmalıyıq? Yadınızda saxlayırsınız ki, bütün modal feillər öz inkar formalarını düzəldə bilir. Çünki modal feillər əsas feil deyil. Sadəcə əsas feillər öz inkarını düzəldə bilmir və sualını. Amma bütün modal feillər öz sual və inkarını düzəldə bilir. Buna görə sənin əlavə köməkçi feilə ehtiyacın olmur. Məsələn, must modal feili, gəlin bura gedim. Must modal feili öz inkarını düzəldə bilir. Məsələn, mən birinci nə yazdım? I must study hard. Mən çox oxumalıyam. İnkar demək üçün nə etməliyəm? İnkar artırıram. Nə olur? I mustn't study hard. Mən çox oxumamalıyam. İnkarını düzəltdim. Amma bir modal feil, sadəcə bu modal feil have to öz inkarını düzəldə bilmir və sualını düzəldə bilmir. Buna görə sizin İndi gəlin burada yazdığım cümlələrin sizə
inkarını düzəldim. Baxın, have to-nu burada yazmışam. Aha. I have to work. Bu zaman do, does, did-ə ehtiyacımız yaranır dediyim kimi. I baxırıq ki, have to indiki zamandadır. İndiki zaman köməkçi feillərinə də do, does. Bu feillər, bu cümlələr sadə zamanlı cümlələrdir. İndiki və keçmiş, gələcək sadə zamanlı cümlələr. Bunların da köməkçi feilləri do, does, did olduğuna görə elə biz burada do, does, did-lə düzəltməliyik. Gəlin baxaq. Have to work. Bunu nə edirik? Yazırıq don't. Do ilə yazmalıyıq. Don't have to work. Mən işləməməliyəm mənasını verdi. Çünki burada have varsa, sən nə ilə verməlisən? Do, does-la verməlisən. Çünki bilirsən, have indiki zamandadır. İndiki zaman köməkçi feilləri do, does-dır. I şəxsi ilə do işlənir. Ona görə mən do yazdım və üzərinə inkar artırdım. Sonra baxırıq, she has to work. O işləməlidir. Yazıram she. She ilə do yazmaq olmaz. Do-nun sonuna es artırmaq lazımdır. Çünki bir təkdə olduğuna görə özündən sonra gələn indiki zamanlı feilin sonuna es artırmaq lazımdır. Və niyə mən es yox, es artırdım? Çünki sözün sonu o ilə bitirsə, mən es artırmalıyam. She does. She does-dan sonra mən gətirib burada has yaza bilmərəm. Çünki sən əgər bir cümləyə, gözləyin bunu inkarda yazın. Niyə doesn't-dan sonra mən has to yaza bilmərəm? Çünki artıq cümləyə gələn köməkçi feil, yəni do, does, did, sənin zamanını və şəxsini bizə göstərir. Sən burada does yazmısan və mən artıq anladım ki, söhbət üçüncü şəxsin təkindən gedir və inkar cümləsindən gedir, indiki sadə zamandan gedir. Buna görə has-ə ehtiyac yoxdur. Sadəcə feilimizi olduğu kimi yazmalıyıq, have. Və yadınızda saxlayın, bütün cümlələrdə bu sizə həmçin lazımdır. Sual cümlələrini işləyəndə. Do, does, did-in yanında mütləq feili olduğu kimi yazmalıyıq. Doesn't have to work. O işləməməlidir. Nə yazdım? Doesn't have. Sonra keçirik nəyə? I had to work. Mən işləməli idim uşaqlığımda. Bəs necə deyim? İşləməməli idim. Yazıram I had keçmiş zamanda elə. Deməli, mən do köməkçi feilimi keçmiş zamana görə dəyişməliyəm. Do keçmiş zamanda dəyişir olur did və mütləq inkarını da yazmalıyam. Çünki inkar cümlə formalaşdırıram. I didn't. İndi mən burada had-i gətirib yaza bilmərəm. Çünki did də keçmiş zamandadır. Had də keçmiş zamandadır. Buradakı did köməkçi feilinin keçmiş zamanda olması sənə ümumi cümlənin keçmiş zamanda olmasına xəbər verir. Buna görə had-ə ehtiyac yoxdur. Və buradakı feilimi have-i olduğu kimi yazmalıyım. Nə yazıram? Have to work yazıram. Mən işləməməli idim. Burada isə artıq köməkçi feil var. Baxın, will köməkçi feildir. Nə yazıram? Will-in inkarını yazıram. I will not. Will not-un qısaldılmış forması want-dur. I won't have to work. Mən işləməməli olacam. Mənasını verir. Çünki will köməkçi feil olduğuna görə elə inkar köməkçi feilin üzərinə artırılır. Have to modal feili isə elə bu qədər idi. Bura qədər başa düşmədiyiniz nəsə var? Növbəti modal feilimiz isə olur could. Could yenə malı məli mənası verə bilər. Gərək mənası da verə bilər. Gəlin yazın. Gərək mənası verə bilər. Bir də malı məli mənası verə bilər. Could əsasən istifadə olunur, sən birinə tövsiyə, məsləhət verirsənsə. Yəni, daha yumşaq mənadadır ki, gərək bunu eləyəsən, ya da bunu eləməlisən. Məsələn, deyirik ki, we should protect our, məsələn, planet. Biz gərək planetimizi qoruyaq. Görürsünüz, məsləhət xarakterlidir. Ya da belə tərcümə edə bilərik ki, biz planetimizi qorumalıyıq. Yəni, tövsiyə verirsən. Məsələn, you should clean your room. Sən gərək otağını təmizləyəsən ya da otağını təmizləməlisən. Məsləhət verirsən kiməsə.
Bu zaman biz istifadə edirik should və həmçinin should öz inkarını düzəldə bilir. Məsələn, yazıram ki, you shouldn't. Sən gərək neynəməyəsən deyək. Modal feil öz inkarını düzəldə bilir. You shouldn't. Sən gərək etməyəsən. Nə etməyəsən? Çox yatmayasın. You shouldn't sleep more. Sən gərək çox yatmayasan. Because çünki you have. Çünki sən çoxlu dərsin var yazım. A lot of lessons. Çünki sənin çoxlu dərsin var. Sən gərək çox yatmayasan, çünki sənin çoxlu dərsin var. Baxın, belə ola bilər. Sonra növbəti modal feilimiz nədir? Yeni modal feilimiz var. O modal feilimiz nədir? Kim bilir? 11-ci sinifdə. Should have. Should və should have bunlar bir-birindən qarışdırmayın və have to-nu bunlarla heç qarışdırmayın. Should have nə deməkdir? Və yadınızda saxlayın ki, should have bitmiş zamandır. Çünki burada have var, bilirsiniz. Bitmiş zamanı göstərir. Buna görə də və bu yeganə modal feildir ki, bundan sonra gələn feil feilin 3-cü formasında olmalıdır. Görürsünüz, bayaqdan mən modal feilləri işlədikcə deyirəm ki, modal feillərdən sonra feilləri olduğu kimi yazmalıyıq, yəni öz formalarını. Amma burada should have bitmiş zamanda olduğuna görə və siz bilirsiniz ki, bitmiş zamanlı feildən, bitmiş zamanlı, daha doğrusu köməkçi feildən sonra yazılan əsas feil feilin 3-cü formasında olmalıdır. Səsimiz gəlmir. Hər kəsə gəlmir səsim, yoxsa? Gəlir. Kimdə problem varsa, onda yenidən qoşulsun, çıxsın, yenidən qoşulsun. Deməli, should have-dan sonra verb 3 yazmalıyıq. Və mütləq test işləyəndə diqqət eləyin. Baxın, modal feilin testini işləyəndə nələrə diqqət eləmək lazımdır? Birincisi, 3 nöqtədən sonraya baxmaq lazımdır. 3 nöqtədən sonra gələn feil baxmaq lazımdır ki, hansı formada işlənib. Birincisi, 3 nöqtədən sonra gələn feil ya əsas formada işlənib. Əsas formada işlənibsə digər, yəni bayaq saydığımız modal feillərdən işlədə bilərsiniz. Bir də 3 nöqtədən sonra gələn feil feilin 3-cü formasında ola bilər. Və sən burada ancaq should have-dən istifadə edə bilərsən. Çünki bitmiş zamanda olan modal feil bir dənə budur. İkincisi, nəyə diqqət etməlisən? Modal feillərin yazılışına. Bəzən olur ki, bəzi modal feillərdə yazılışlar yanlış olur. Məsələn, to-nu yazmırlar ya da bəzilərində to yazılmamalıdır, amma to yazırlar. Yanlışdır. Modal feilin yazılışına mütləq diqqət etmək lazımdır. Sonra diqqət eləmək lazımdır cümlədəki mübtəda ilə sənin yazacağın modal feilin uzlaşmasına. Mübtəda təkdədirsə, modal feilin təkdə olmalıdır. Təbii ki, şəxsə görə dəyişən modal feildirsə, mübtədadan cəmdədirsə, modal feilində cəmdə olmalıdır. Deməli, uzlaşmaya diqqət eləyirik. Daha sonra diqqət eləyirik nəyə? Əgər bizim cümləmizdə indiki zamandan istifadə olunubsa, biz də gəlib modal feilimizi indiki zamanda yazmalıyıq. Çünki indiki zamanla indiki zaman uzlaşır. Əgər keçmiş zamandan istifadə olunubsa cümləmizdə, gəlib həmin modal feilin keçmiş zaman formasını tapmalıyıq. İndiki zaman yazmaq olmaz. Buna diqqət eləməliyik. Daha sonra diqqət eləməliyik və ən çox hallarda deyə bilərik ki, cümlənin tərcüməsinə. Cümləni tərcümə eləməliyik. Bu çox asan cümlələr olur həqiqətən. Demək olar ki, IQ səviyyəsi cümlələr olur və hamısını tərcümə eləmək çox asandır. Bu cümlələri tərcümə eləyirsiniz. Təbii ki, bilmədiyiniz sözləri mütləq öyrənməlisiniz, çünki başqa çarəniz yoxdur. Və sizə lazım olan modal feili qoymalısınız. Bunun üçün siz həmçinin bilməlisiniz bütün modal feillərin tərcüməsini. Növbəti, keçirik should have. Should have yeganə modal feildir ki, ondan sonra feilin 3-cü forması gəlir. Çünki o bitmiş zamandadır. Və tərcüməsi nə deməkdir? Tərcüməsi biraz peşmanlıq ifadə eləyir, gərək eləyərdim mənası verir. Keçmiş zamandır da, ona görə. Baxa bilirik ki, indiki bitmiş zamanda olan hadisələr keçmiş zamanda baş verir. Gərək eləyəydim mənası verir, peşmançılıqdır. Ya da gərək eləməyəydim mənası demək istəyirsinizsə, shouldn't have yazıb bilərsən. Shouldn't have. Məsələn, deyirsən ki, gərək keçən il çox oxuyardım. Gərək keçən il çox oxuyardım. Kim mən? I should have. Oxumaq feili, öyrənmək feili nədir? Learn.
Learn üçüncü formada necə olur? Learned. Ya da learned iki cür düzəlir, ya da learned yaza bilərsiniz. Yəni də t ilə yazdım. I should have learned last year. Gərək keçən il çox oxuyardım. Mənası verdi. Sonra bir də gəl inkarını işlədək. Məsələn, I shouldn't gərək I shouldn't have gərək məsələn gərək hər şey ona deməzdim. Demək feili nədir? Demək danışmaq. Tell. Tell feili üçüncü formada nə olur? Told. Yazırıq. I shouldn't have told. Gərək deməzdim. Nəyi deməzdim? Hər şeyi. Hər şey söz nədir? Everything. Gərək hər şeyi deməzdim. I shouldn't have told everything. Bu da belə olur və gördünüz, baxın, have-dən sonra learned yazdım. Feilin üçüncü forması. Sən bura learn yazsan yanlışdır. Mütləq t yazmalısan, çünki bitmiş zamanda feillər üçüncü formada yazılır. Ya da məsələn, bura told yox, tell yazsan yanlışdır. Çünki nə etməlisən? Bunu mütləq feilin üçüncü formasına çevirməlisən. Buna görə də deyirəm ki, mütləq nə etməlisiniz? Üç nöqtədən sonra gələn feilin formasına diqqət eləməlisiniz ki, o feil əsas formadadırmı? Yoxsa o feil üçüncü formaya görə dəyişibmi? Növbəti modal feilimiz bu neçənci? 4. Aha, 5-cini yazım indi bura. Mən modal feilini Nə? Deməli, 5-də nə yazmalıyıq? Ought to. Ought to modal feildir və mütləq to ilə yazmalısan. Sən variantda ought görürsənsə yanlışdır. Mütləq ought to olmalıdır. Məsələn, have to olmalıdır mütləq. Sonra to be able to olmalıdır mütləq. Gəlin baxaq. Ought to deməli nə deməkdir? Ought to da gərək, lazımdır, etməlisən mənalarını verir. Məsələn, ya da inkarda işlədirsənsə, etməməlisən mənasını verir və ought not to olur inkarda işlənəndə. Yəni ought not to. Yəni not burada işlənir. Ought-la not to-nun arasında. Bunu yadınızda saxlayın. Gəlin cümlə yazaq. Məsələn, necə deyək ki, sən yalan danışmamalısan. You ought not to not to lie. Yalan danışmaq, yes. You ought not to lie. Sən yalan danışmamalısan. Gördünüz, malı, məli mənasını verdi. Gəlin buradan mənasını yazım. Deməli, bərabərdir yenə malı şəkilçisinə və gərək kimi tərcümə edə bilərik. Bu da ought to modal feilimiz. Deməli, need. Need ehtiyacı olmaq deməkdir. Need siz eşidə bilərsiniz bir modal feil kimi, bir də əsas feil kimi. Düzü tərcümə cəhətdən heç bir fərqi yoxdur, qrammatik cəhətdən fərqi var. Gəlin izah edək necə olur. Need modal feil kimi olanda, baxın, gəlin yazım, modal feil kimi. Modal feil kimi olanda özündən sonra, deməli, belə olmalıdır. Need plus feil. Bir dənə cümlə yazıram. Məsələn, I need sleep more. Mənim daha çox yatmağa ehtiyacım var. I need sleep more. Gördünüz burada need-dən sonra gələn feili mən olduğu kimi yazdım. Burada baxın. Sonra need modal feil kimi öz inkarını düzəldir. Siz bilirsiniz ki, bütün modal feillər have to-dan başqa bütün modal feillər öz inkarını düzəldə bilir və sual cümləsidir. Öz inkarını düzəldir nə deməkdir? Yəni, üzərində not artıra bilərsən. Məsələn, deyirəm ki, I needn't. Mənim neyləməyə ehtiyacım yoxdur? I needn't work. Məsələn, mənim işləməyə ehtiyacım yoxdur. Gördünüz, burada inkarını da düzəltdi, həmçinin sualını da düzəldə bilər. Və özündən sonra gələn feil olduğu kimi yazıldı. Bəs need əsas feil kimi nə deməkdir? Yəni ki, əsas feil kimi işlənirdi. Normalda, məsələn, go feilini necə işlədirsən, getmək feilini? Need-i də indi elə işlətməlisən. Məsələn, gəlin baxaq. Need yazıram. Əsas feil kimi. Belə. Baxaq. Need əsas feil kimi necə olur?
Need əsas feil kimi yenə cümlədə ikinci yerdə gəlir və zamana və şəxsə. Zamana və şəxsə görə dəyişməlidir. Zamana və şəxsə görə dəyişməlidir nə deməkdir? Yəni bir dənə nümunə yazım. Məsələn, yazıram. She need. Əgər sən need-i əsas feil kimi işlədirsənsə, need-dən sonra məsələn she needs yazmalısan. Çünki indiki zamanda yazırsan axı. Ona görə need-in sonuna s artırmalısan. Sən əgər bir cümlədə tutaq ki, bir dənə sizə sual veriblər, siz orada need-in əsas yoxsa köməkçi feil olduğunu tapmalısınız. Orada nə edirsiniz? Siz baxırsınız need, görürsünüz ki, need-ə şəkilçi artırıblar və siz bilirsiniz ki, modal feillərə şəkilçi artırmaq olmaz. Deməli, bu nədir? Əsas feildir. Çünki əsas feillər üçüncü şəxsin təkində indiki zamanda s-is şəkilçisi qəbul edirlər. Sonra, məsələn, keçmiş zamanda dəyişir olur needed. Görürsünüz, burada id şəkilçisi var, keçmiş zaman şəkilçisi. Və yenə şəkilçi artırıldığına görə və zamana görə dəyişdiyinə görə təbii ki, bu nədir? Əsas feildir. Sonra, need-dən sonra bir də yadınızda saxlayın, bu gələ bilər. Əgər əsas feildirsə, məsələn, I need to work. I need to work. Mənim işləməyə ehtiyacım var. Biz bilirik ki, modal feil olanda need-dən sonra to gəlmir. Əgər özündən sonra to gəlibsə, deməli nədir? Əsas feildir. Təbii ki, əsas feillərdən sonra to gələ bilər. Məstər olar. May modal feili keçmiş zamanda isə May'in keçmiş zaman formasını bilirsiniz. Might. Aha, keçmiş zamanda olur might. Tərcüməsi isə nə olur? Ola bilər mənasını verir. Yəni ehtimal olan situasiyalarda siz may və might modal feillərindən istifadə edə bilərsiniz. Gəlin tərcüməsini yazın. Ola bilər deməkdir. Ola bilər deməkdir. Gəlin buna nümunələr yazaq. Məsələn, bir dənə nümunə nə ola bilər? Tutaq ki, deyirsiniz ki, ola bilər ki, sabah yağış yağsın. Görürsünüz, ehtimal var. Yəni belə ehtimal sözü işlənməsə də, ehtimal olunduğu situasiya olduğu bilinir. Yəni sabah yağış yağması ehtimalı var bu mənada. Necə yazırıq? It may rain. Rain nədir? Yağış yağmaq. Yağış yağmaq feilidir, yəni to rain feili. It may rain. Sabah sözü nədir? Tomorrow. Ola bilsin ki, sabah yağış yağsın. Cümlənin tərcüməsi belə olur. Sonra, başqa nə nümunə yaza bilərik? Məsələn, deyirik ki, ola bilər ki, o sabah evdə olsun. She may. Ola bilər ki, o evdə olsun. Olmaq feili nədir? Be. Evdə at home. Ola bilsin ki, o evdə olsun. Sonra, bir də biz birincisi ehtimal verərkən, ikincisi icazə alarkən. Məsələn, içəri girə bilərəm. İçəri girə bilərəm necədir? May. May modal feildir və öz sualını düzəldə bilir deyə köməkçi feil vəzifəsində cümlənin əvvəlinə keçdi. Sonra qoymalıyam mübtəda I. Sonra qoymalıyam xəbər. Come in. Come in içəri girmək deməkdir. May I come in nə oldu? Mən içəri girə bilərəm. İcazə mənasında istifadə olundu. Sonra keçmiş zamanda da istifadə eləmək istəyirsinizsə, nədən istifadə edirsiniz? Might-dan istifadə edirsiniz. Gəlin ona da bir dənə nümunə yazaq. Məsələn, yazıram ki, ola bilsin ki, o avtobusu qaçırıb. Yəni onun avtobusu qaçırmağına, yəni avtobusa çatmamağına ehtimal verirəm ki, ola bilsin ki, belə olub. Yəni ehtimal situasiyası var burada. Yazıram he. May'in keçmiş zamanı nədir? Might. He might. He might. Deməli, sonra nə yazmalıyıq? Qaçırmaq feilini yazmalıyıq. Qaçırmaq feilini bilirsiniz, çatmamaq. Nəyəsə gecikmək. Miss feili. Eşitmisiniz heç? Miss. Bəli. Aha, Bəli. miss. Avtobus nədir? Bus.
Ola bilsin ki, o avtobusu qaçırıb demək istəyirsənsə də might-dan istifadə edirsən. Deməli, may, might feilin iki mənası oldu. Birincisi ehtimal situasiyalarında, ikincisi sən icazə istəyirsənsə may-dən istifadə eləyirsən. Sonra bura qədər kiminsə nəsə sualı var? İstəyən, aha. Deməli, to be due to nə deməkdir? To be due to bir hərəkətin planlaşdırılmasını bizə çatdırmaq istəyir ki, bu hərəkət bu vaxtda baş verəcək, planlaşdırılıb. Bu mənadadır. Gəlin cümlə üzərində daha yaxşı başa düşək. Yenə burada to be due to, burada to məstər olduğuna görə plus özündən sonra feilin birinci forması, yəni feili olduğu formasında yazmalıyıq. To be-ni zamana və şəxsə görə dəyişməliyik. Məsələn, necə bir cümlə qurmalıyam? Məsələn, deyirəm ki, mən to be-ni açıram indiki zamana görə nə yazıram? Am. I am due to graduate. Graduate məzun olmaq deməkdir. Məktəbi ya da universiteti bitirmək. Mən məzun oluram gələn il. Yəni, mənim gələn il məzun olmağım gözlənilir, planlaşdırılır. Yəni, olması olan budur. Bu mənaya gəlir. Başa düşdünüz? Bura qədər kiminsə başa düşmədiyi nəsə oldu? Xeyr, müəllim, başa düşdük. Birincisi, mövzunun nə qədər vacib olduğunu vurğulamalıyıq. Gəlin vurğulayaq və istəsəz səbəb də izah eləyə bilərsiniz. Amma giriş cümlə olduğu üçün biz nə etməliyik? 2-3 cümlə ilə bitirməliyik giriş hissəni. Birincisi, giriş hissə. Mən başlığım mən deyim. Aha. Buyurun. Sağlam qidalanma hər kəs üçün vacibdir. Aha. Deməli, nə yazırıq? Hal-hazırda, çünki aktual olan bir mövzudur, ona görə hal-hazırda sözündən istifadə edə bilərik. Hal-hazırda sağlam həyat tərzi, çünki lifestyle-dan danışırıq. Və yadınızda saxlayın, giriş cümlənin elə birinci cümləsi necə yaza bilərsiniz? Giriş, tutaq ki, ağlınıza bir ideya gəlmir esseyə girmək üçün. Siz istifadə etməlisiniz sizə verilən essenin adından. İndi mən adından istifadə edərək giriş cümləsi yazıram. Healthy lifestyle vacibdir yazıram və çünki, niyə çünkisini də yazmalıyım, mən səbəb göstərməliyəm. Hal-hazırda, nowadays, vergül, hal-hazırda sağlam həyat tərzində yaşamaq çox vacibdir. Yaşamaq nədir? Məstərdir və nə sualına cavab verərək cümlənin mübtədası olur və mən bir məstəri cümlədə mübtəda etmək üçün ona yenci şəkilçisi artıra bilərəm. Və bu zaman mənim bu living nə olur? Cümlənin mübtədası olur. Çünki nə sualına cavab verir və tək mübtədadır və tək xəbər yazmalısan. Sağlam həyat tərzində yaşamaq. Living a healthy lifestyle. Çox vacibdir. Necə deyərəm? Is çox vacib, very important. Çox vacibdir. İndi çünkisini izah etməliyəm. Çünki bir fikir bildirdimsə, mən onun niyəsini deməliyəm. Çünki o nəyə kömək edir bizə? Sağlam qalmağa, fit qalmağa, yəni və xəstəliklərdən uzaq durmağa. Xəstəliklərdən uzaq durmağa kömək edir. Çünki o kömək edir. Kömək edən nədir? Living a healthy lifestyle. Cansız isimdən bəhs olunduğuna görə it yazıram. It helps. O kömək edir. O nəyə kömək edir? Sağlam qalmağa. Qalmaq sözü nədir? Stay. Və help-dən sonra gələn feil pulsuz yazılmalıdır. Burada bir dənə söz də əlavə edə bilərsiniz. Kimlərə kömək eləyir? Bizə kömək eləyir ya da insanlara kömək eləyir yaza bilərsiniz. People helps people insanlara kömək edir qalmağa. Yenə burada help-dən sonra gələn stay feilini mən pulsuz yazdım. Bu tip şeyləri yadınızda saxlayın ki, sonra test yazanda sizin üçün asan olsun. Helps people stay fit. Fit sağlam qalmaq deməkdir. And və çoxlu xəstəliklərdən uzaq durmağa. Uzaq durmaq nədir? Avoid. Avoid uzaq durmaq mənasını verir. Avoid çoxlu xəstəliklərdən many diseases. Burada nə isə səhv yazdım. S müəllim, S 2 dənə aldım. Diseases. Xəstəliklərdən uzaq durmağa bizə kömək eləyir.
Sonra, indi sən burada bir məsləhət verməlisən, çünki introduction-da ümumi məlumatlar yazmalıyıq da ona görə. Burada əslində bizim iki cümləmiz olmuş oldu, çünki bir dənə mürəkkəb cümlədir bu. İndi bir dənə də cümlə yazıram və giriş cümləni tamamlayıram. Yazıram ki, mənim fikrimcə, ya da düşünürəm ki, hər kəs nə etməlidir? Ətraf mühit düzgün qidalanmalıdır. Hər kəs düzgün qidalanmalıdır. Ya da bunu daha elmi cümləyə çevirsək, hər kəs sağlam qidalanma vərdişlərini inkişaf elətdirməyə cəhd eləməlidir. Məncə, in my opinion, hər kəs, everyone, cəhd eləməlidir. Və sən sanki kiməsə məsləhət verirsən. Və bizim məsləhət xarakterli modal feilimiz nə idi? Should. Gözləyin, burada modal feilləri işarəliyim, çünki mövzumuz modal feillər idi. Everyone should, hər kəs gərək neynəsin? Cəhd eləsin. Try. Everyone should try. Nəyə cəhd eləsin? İnkişaf elətdirməyə. To develop. Nəyi inkişaf elətdirməyə? Sağlam vərdişlərini. Yəni, bu nə deməkdir? Sağlam vərdişlər deyəndə, sağlamlıq vərdişləri deyəndə nə nəzərdə tutulur? Yəni, sağlam qidalanmaq, məsələn, idman etmək, tez yatmaq, tez oyanmaq. Bunlar deyəndə nəyi nəzərdə tutulur? Healthy habits. Healthy habits nə oldu? Sağlam vərdişlər, sağlam qidalanmaq, idman etmək, yuxuya diqqət etmək. Bunlar hamısı oldu? Healthy Eli yazmaq deməli. Healthy habits. Və introduction hissəmiz tamamlandı və biz burada introduction hissəsində nəyi öyrəndik? Deməli, ümumi məlumat veririk. Biz mövzunun vacibliyini mütləq qeyd eləməliyik, niyə vacib olduğunu da qeyd eləməliyik və bir tövsiyə veririk. Bu, bir də aid ola bilər necə esselərdə? Məsələn, ətraf mühitin qorunması barəsində olan esselərdə bu tip yaza bilərsiniz. Vacib olduğunu qeyd edirsiniz ətraf mühitin qorunmasını. Niyə ətraf mühit deyirəm? Çünki çox düşən mövzular bunlardır deyil, mən bunları yazmışam. Ətraf mühitin qorunmasının vacib olduğunu qeyd edirsiniz. Niyə vacibdir? Onu qeyd edirsiniz və bir məsləhət verirsiniz bizə. Sonra introduction giriş hissəmiz bitdi. Ona görə biz keçirik body one. Yəni, body one nə deməkdir? Əsas hissənin birinci hissəsinə. Gəlin baxaq. Body one-da biz nə yaza bilərik? Body one-da biz nə yaza bilərik? Hansı qidalar yeyə biləcəyimiz? Qidalardan. Deməli, body one-da qidalardan bəhs eləyə bilərik. Necə başlayaq? Birinci paragraf olduğuna görə first of all yaza bilərik. First of all. Yəni, hər şeydən əvvəl birincisi nə? Birincisi nə yazmalıyıq? Biz gərək sağlam qidalar yeyək. Gəl belə deyək. Və burada tövsiyə xarakteri var. Məsləhət verirsən. Nə deyirsən? We should eat. Biz gərək yeyək. Biz gərək nə yeyək? Təbii qidalar. Biz gərək balanced yəni balanslaşmış da, yəni ki, normal qidalardan söhbət gedir. Balanced food nöqtə yeyək. Sonra, indi burada mən balanced food dedim və bir dənə fikir irəli sürdüm. Ümumi bir fikir ki, gərək biz sağlam qidalar yeyək. İndi bu sağlam qidalar deyəndə mən nə nəzərdə tuturam? İndi onu açıqlamalıyam. İndi yazmalıyam ki, çoxlu meyvə yemək, tərəvəz yemək, bizim bədənimizə çoxlu vitamin verir. Vitamin və bir də enerji. Bunu qeyd eləmək mütləq. İndi nə yazırıq? Çoxlu meyvə tərəvəz yemək. Nə? Cümlənin mübtədası məstərlə ifadə olunur. Yəni, ing-li feillə. Eating more, yəni daha çox fruits. Fruits nədir? Meyvə. And tərəvəz nədir? Vegetables. Çoxlu meyvə tərəvəz yemək bizə nə verir? Vermək feili nədir? Give. Amma mən bunun sonunda s yazmalıyam. Niyə? Çünki mən bunu təkdə yazmalıyam. Niyə təkdə yazıram? Çünki mənim mübtədam ing-li feildir, görürsünüz? Və məstərdir. Təbii ki, məstər təkdir.
Tək olduğuna görə, deməli sən mübtədan təkdir. Buna görə də sən feilini də təkdə yazmısan. Xəbərin təkdə yazmısan. Aha, gives verir. Kimə verir? Bizim bədənimizə. Bizim our bədən nədir? Body. Our body bizim bədənimizə verir. Nə verir? Vitamin. Vitamins and bir də nə verir dedim mən bayaq? Enerji. Enerji verir. Aha. Enerji verir. Sonda yaza bilərik ki, bizim ehtiyacımız olan vitamin və enerjini verir. Modal feildən istifadə edirik. Nə yazırıq? We need. Bizim ehtiyacımız olan. Burada bunu da işarələyim. Aha. Bizim ehtiyacımız olan enerji və vitaminləri bizə verir. Sonra bir də yeməkdən bəhs etmişkən nədən bəhs edə bilərik? İçkilərdən bəhs edə bilərik. Elə? Yəni bir-birindən əlaqələndirməyə çalışın. Əslində buradan yazmamalıydım, elə buradan da davam eləməliydim. İndi gəlin biraz da içkilərdən danışaq. Məsələn, yaza bilərik ki, əlavə olaraq kifayət qədər su içmək gün ərzində ya da hər gün deyə bilərsiniz. Yaxşı sağlamlıq üçün vacibdir. Kifayət qədər su içmək. Nə yazmalıyıq? Bundan əlavə olaraq. Bundan əlavə olaraq moreover. Moreover bundan əlavə olaraq deməkdir və linking worddur, mütləq istifadə olunmalıdır. Bundan əlavə olaraq çoxlu su içmək ya da kifayət qədər su içmək. İkisindən də istifadə edə bilərsiniz. İçmək nədir? Drinking. Drinking enough water. Drinking enough water. Kifayət qədər su içmək. Gün ərzində yazsaz, yaza bilərsiniz ki, during day ya da yaza bilərsiniz ki, every day. İkisindən birini yaza bilərsiniz. İndi mən during day yazdım. Vacibdir, necə deyək? Is. Vacib sözü bayaq important idi. Important istifadə etdik. Başqa nə yaza bilərik? Dominant. Aha, necessary. Sonra başqa nə yaza bilərik? Dominant. Beneficial. Aha, beneficial da ola bilər. Sonra essential da ola bilər. Bəli. Essential. Sizin dedikləriniz də hamısı doğru idi. Birini seçib yaza bilərsiniz. Nöqtə. Vacibdir, nöqtə qoyduq. Yenə body one-da əsas hissəni iki yerə bölmüşük. Təbii ki, biri body one-dır, biri də body two-dur. Body one-da yemək və suyun vacibliyindən biz vurğuladıq. İndi keçirik nəyə? Body two. Sağlamlıq üçün vacib olan başqa şey nədir? Düzgün yuxu sistemi. Yürüyüş etmək. Yürüyüş etmək nəyə aiddir? İdman etmək, yəni. Bəli. Sport. Keçirik idman etməyə. İdman etmək. Body two-da ikinci hissə olduğuna görə secondly, yəni ikinci olaraq sözündən istifadə edə bilərik. Secondly, Azərbaycan dilində exercise nədir? Məşq. Ola bilər, məşq. Aha, məşq etmək. Məşq etmək. Düzənli sözü nədir bizdə? Qaydalı. Qaydalı, davamlı şəkildə. Regular. Qaydalı şəkildə məşq etmək sağlam həyat tərzinin ən vacib hissəsidir ya da başqa bir vacib hissəsidir deyə bilərik. Regular exercise. Regular exercise is ən vacib deyə ya da başqa bir vacib deyə bilərik. Başqa bir söz nədir? Another. Və bundan sonra sayılan tək isim gəlməlidir. Çünki orada an artiklı var. Is another başqa bir vacib hissəsidir. İndi vacib sözünü başqa bir dənə vacib söz deyin mənə. Dominant. Beneficial. Another'dan sonra başqa hansı ola bilər? Urgent. Nə qəribə sözlər eşitirəm bu gün. Necessary olar müəllim. Aha. Hissə sözü nədir? Part. Of. Sağlam həyat tərzi. A healthy lifestyle.
Deməli, qaydalı şəkildə məşq etmək sağlam həyat tərzinin digər vacib hissəsidir. Nöqtə. Sonra elə eyni cümlədən davam edirik. Biz yenə bir fikir ifadə elədik. Deməli, regular exercise-dan danışdıq. İndi bunu nə etməliyik? Detallara bölməliyik ki, biz burada məşq deyəndə nəyi nəzərdə tuturuq? İnsanlar nə edə bilər? People Üzmək can. ola bilər. People can. İnsanlar edə bilərlər. Burada biz can modal feilindən istifadə etdik. Modal feildir. Can. İnsanlar exercise deyəndə nəyə nəzərdə tuturuq? Məsələn, qaçmaq, yürüyüş etmək. Walk. Sonra qaçmaq nədir? Run. Sonra velosiped sürmək nədir? Cycle. Drive, drive. Bunlar niyə hamısı qırmızı rəng oldular? Bunları qara rəng eləyim. Aha. Nə edə bilərlər? Drive or başqa nə edə bilərlər? Üzmək. Sport. Aha. Swim ola bilər. Swim üzə bilərlər. İndi bunlar gündə nə qədər üzə bilərlər? Onu da qeyd etmək olar cümləni genişləndirmək üçün. Bunu gündə nə qədər etmək olar? For. Sizcə gündə nə qədər olmalıdır? Ən Bir az. saat yarım. At least. Ən az nə qədər? Neçə dəqiqə? 15. Lan 10 dəqiqə. 10 dəqiqə idman gündə ən az. Bir saat ola bilər. Aha, məsələn, at least 1 hour 1 hour gün ərzində a day bir gündə olar. 1 saat 30 dəqiqə ürəyiniz hansını istəyir yaza bilərsiniz. Sonra əlavə olaraq bayaq yuxu sistemində demişdik elə biz. İndi gəlin onu da əlavə eləyək. Əlavə olaraq bayaq moreover sözündən istifadə etmişdik. Bu dəfə gəlin başqa əlavə olaraq sözündən In istifadə addition edək. ola bilər. Məsələn, in addition. In addition, vergül. Bundan əlavə olaraq kifayət qədər yuxu almaq, kifayət qədər yuxu almaq bizim nəyimizə kömək eləyir? Bədənimizə və beynimizə kömək eləyir. Gəlin yazaq. Kifayət qədər yuxu almaq. Almaq nədir? Get. İndi bu mübtəda olduğuna görə mən buna ing artırmalıyam. Olur getting. Almaq. Nəyi almaq? Kifayət qədər yuxu. Kifayət qədər nədir? Enough. Enough yuxu sözü nədir? Sleep. Kifayət qədər yuxu almaq kömək eləyir. Kömək sözü nədir? Help. Sleep, deməli, getting nədir? Olmaz. Getting mübtədadır və tək mübtəda olduğuna görə mən orada help sözünün sonuna s artırmalıyam. Aha. Deməli, help-ın sonuna s artırmalıyam. Bunu sleep-ə görə eləmirəm. Baxın, sleep təkdədir, help-ın sonuna s artırmıram. Burada getting məstərlə ifadə olunmuş mübtədadır və təkdədir. Ona görə mən help-ın sonuna s artırıram. Yəni, mübtədan ümumiyyətlə getting enough sleep birləşməsidir. Ona görə sonuna helps artırdım. Kömək eləyir. Nəyə kömək eləyir? Bizim nəyimizə? Bədənimizə, our body and ağıl nədir? Mind. Yəni beynimizə kömək eləyir. Nəyə kömək eləyir? Artırmaq. Bizim bədənimizin və ağlımızın konsentrasiya nə deməkdir? Konsentrasiya deməkdir Azərbaycan dilində. Odaqlanmaq. Diqqətini cəmləmək, məsələn, bu mənada. Aha, kömək eləyir nə etməyə? Help-dan sonra gələn feil tuzsuz yazılmalıdır. Ona görə mən eləcə improve yazıram. Improve elətdirir nəyi? Bizim bizim concentration. Concentration elə, məsələn, konsentrasiya deməkdir elə. Bəli, bayaq dedim. Məsələn, diqqət cəmləmək falan bu tip şeylərdir. Fokuslanmaq deyə bilərik. Aha, fokuslanmaq ola bilər. To focus. Concentration. To focus yaza bilməzsən, çünki our isimli işlənən yəli əvəzliyidir. Bundan sonra isim yazmalısan. Bizim nəyimizi? Our concentrations.
Sonra body to-nu da bitirdik və indi keçirik nəyə? Conclusion hissəsinə. Bir dənə bura conclusion yazaq. Conclusion hissəsinə. Conclusion hissəsinə keçdik. İndi burada ümumi bir fikirlər yenə də biz yazmalıyıq. Məsələn, burada gəlin mən cümlə deyim, onu yazaq. Birinci yazırıq ki, nəticə etibarilə nədir? In conclusion ya da başqa linking wordlər var, onlardan da istifadə edə bilərsiniz. In conclusion, məsələn, to sum up var, ondan da istifadə etmək olar. In conclusion, biz burada nə öyrəndik? Biz buradan öyrəndik ki, sağlam həyat tərzini qurmaq heç də çətin deyil. Bu sənin nəyindən asılıdır? Gündəlik həyat seçimlərindən asılıdır. Mən essedən bunu öyrəndim. İndi bunu da yazmalıyam. Nə yazıram? Həyat tərzini qorumaq, sağlam həyat tərzini qorumaq çətin deyil. Əgər biz hər gün yaxşı seçimlər ediriksə. Sağlam həyat tərzini qorumaq. Qorumaq sözü nədir? Maintain və bunu mən ing ilə verməliyəm. Çünki mübtəda edirəm mən feili, ona görə ing ilə yazdım. Qorumaq. Nəyi qorumaq? Sağlam həyat tərzini. Healthy lifestyle. Sağlam həyat tərzini qorumaq çətin deyil. Is not difficult. Çətin deyil. Əgər biz gündəlik yaxşı seçimlər ediriksə, hər gün yaxşı seçimlər ediriksə. Əgər nə deməkdir? If, we. Əgər biz seçim etmək nədir? Make choice. Seçim etmək. Yaxşı seçim etmək nə olur? Make good choice. Make good choice. Və choice təbii ki, gündə bir seçim etmirik, çoxlu seçimlər edirik. Ona görə bunu cəmləməliyik, nə yazmalıyım? Make good choices. Hər gün sözü nədir? Every day. Əgər yaxşı seçimlər ediriksə hər gün, sağlam həyat tərzini qorumaq çətin deyil. Buna görə də, niyə buna görə də yazmalıyam? Çünki mən bir fikir ifadə elədim ki, çətin deyil. İndi izah edirəm. Therefore, buna görə də, therefore yerinə so-dan da istifadə edə bilərsiniz. Buna görə də neynəmək? Və bura qədər yazdığımız şeyləri yenidən burada təkrar yazmalıyıq. Məsələn, neynəmək? Yaxşı qidalanmaq, qaydalı məşq etmək, sonra kifayət qədər yatmaq, pis vərdişlərdən uzaq durmaq. Həyat tərzini seçmək Biz dur. asılıdır. Nə? Həyat tərzini seçmək insanın özündən asılıdır. Aha, belə də yazmaq olar. Bir də əvvəl yazdıqlarımızı burada da istifadə edə bilərik. Gəlin belə yazaq. Biz indiyə qədər yazdığımız hər şeyi, əslində nəticə hissəsi elə o deməkdir ki, sən əvvəl yazdığın hissələri burada birləşdirməlisən. Gəlin yazaq. Biz neynəməklə? Sağlam yeməklə ya da yaxşı yeməklə ilə nədir? By-dır. By eating well, yaxşı yeməklə. Daha sonra başqa neynəməklə? Davamlı məşq etməklə. Exercising regularly. Sonra kifayət qədər yatmaqla. Sleeping enough. Sonra kifayət qədər yatmaqla. Sonra nə etməklə? Və pis vərdişlərdən uzaq durmaqla. And avoiding bad habits. Niyə nöqtə qoydum ki burada? Aha, pis vərdişlərdən uzaq durmaqla biz nə edə bilərik? Qoruna Sağlam bilərik. həyat tərzini qoruya bilər. Aha, qoruya bilərik ya da qorumağı əvvəldə yazmışdım deyə bu cümləni başqa cür dəyişirəm. Məsələn, yaza bilərəm ki, biz nə edə bilərik? Sahib ola bilərik də. Daha sağlam və yaxşı həyata sahib ola bilərik ya da daha yaxşı və ya Əldə edə sağlam həyatdan zövq ala bilərik. Biz ala bilərik. We can. Burada nədən istifadə etdik? Can modal feilindən.
Get ola bilməzdi. Ola bilərdi. Sadəcə cümləni dəyişdim, ona görə aldım. Belə bunun şriftin rəngini dəyişim. Aha. We can enjoy. Sahib ola bilərik olur get olanda. Amma belə olanda olur ki, biz daha yaxşı həyatdan zövq ala bilərik. We can enjoy a healthier, daha sağlam və daha yaxşı. Daha yaxşı nədir? Better. Good'un kökdən dəyişmiş forması. Better life. Daha yaxşı və sağlam həyatdan zövq ala bilərik.